Bəzi təhsil müəssisələrində dekabrın 27-28-də dərs günü olacağı ilə bağlı məlumatlar yayılıb. Hətta təhsil ocaqlarında bir neçə müəllim belə Yeni il və Dünya Azərbaycanlıların Həmrəyliyi günü bayramları ilə əlaqədar 29 və 30 tarixlərinin qeyri-iş günləri olacağını iddia ediblər. Bəzi valideynlər onlara məktəblərdə və universitetlərdə iş günlərinin yerlərinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən xəbərdarlıq edildiyini bildirib. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən qeyd olundu ki, yayılan məlumatlar həqiqətə uyğun deyil. Nazirlər Kabineti tərəfindən iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qərar olmadığı üçün dərs və istirahət günlərinin yerinin dəyişdirilməsi nəzərdə tutulmur. Aidiyyatı məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur. Qeyd edək ki, Azərbaycanda 31 dekabr, 4 yanvar qeyri-iş günlərdir. Yanvarın 5-i isə gələn ilin ilk iş günüdür.